Tofiq Bəhramov 29 yanvar 1925-ci ildə Şuşa şəhərinin Çuxur məhəlləsində anadan olub. Onun valideynləri 1918-ci il hadisələri vaxtı Zəngəzur qəzasının İncəvar kəndindən didərgin düşüblər. Tofiqin uşaqlıq illəri Şuşada keçib. Sonra o, atasının işləri ilə əlaqədar olaraq əvvəlcə Ağdama, bir qədər vaxtdan sonra isə Bakıya köçməli olmuşdur. Tofiq Bəhram oğlu Bəhramov, Azərbaycanlı futbol hakimi, futbolçusu, Azərbaycan Futbol Federasiyası Assosiasiyasında hakimlər sədri, daha sonra isə baş katib vəzifələrində çalışmışdır. 1966-cı ildə İngiltərədə keçirilən 1966 FIFA Dünya Kubokunun finalında Tofiq Bəhramovun İngiltərə milli futbol komandasının lehinə verdiyi obyektiv qərar Wembley stadionuna toplaşmış 98 min tamaşaçının yaddaşına həkk olmuş və dünya futbol tarixinin ən mübahisəli epizodlarından sayılır. O, dünya futbol tarixində adına heykəl olan və adı stadiona verilən ilk hakimdir.